Mhm. Bir daha necəsiz? Burada daha rahat bir şəkildə söhbət edəcəyik. Çünki sizinlə daha dərin mövzular haqqında danışmaq istəyirəm, amma orada gördüm ki, uyğun bir alan yoxdur bizim üçün. Deməli, əzizlər, biz ilk öncə nə danışdıq? Rədd edilmək duyğusundan. Əgər biz münasibətdə rədd edilmək duyğusundan qorxuruqsa, elə sxemlər quracağıq ki, davamlı. Sırf münasibətə girərkən mən rədd edilməyim, partnyorum məni rədd etməsin. Və həmin zaman biz həmin duyğudan qorxduğumuz üçün partnyorumuz tərəfindən daha çox rədd ediləcəyik. Çünki biz yanlış sxemlər qururuq. Rədd edildiyimiz zaman daha çox qorxacağıq və daha çox rədd edilməmək üçün nələrsə edəcəyik. Və bu zaman daha çox rədd ediləcək. Və burada münasibət olmur. Burada sağlam münasibətdən söhbət getmir. Burada siz artıq münasibəti toksik münasibət və xaos dolu bir münasibət olaraq yaşayırsınız. Çünki burada siz artıq bütün sxemlərinizi o cür qurursunuz ki, mən bircə rədd olunmuyum, rədd edilməyim. Buna görə hansı addımlar atım? Və başlayırsınız münasibətdə yalnız qarşı tərəfi razı salmaq üçün, qarşı tərəfin sevgisini qazanmaq üçün nələrsə etməyə. Və burada münasibətdə siz olmursunuz. Bilirsiniz ki, münasibət 2 nəfərlidir. Düzdür, daha sonra çoxalır, amma münasibət ilk başda 2 nəfərli olur. Bunlar kimdir? Bir partnyorunuz, bir siz. İndi istəyirəm ki, əgər münasibətiniz varsa analiz edəsiniz. Bu münasibətdə hər ikiniz varsınızmı? Hər ikinizin istəkləri vacibdirmi? Eşidilirmi? Dinlənilirmi və edilirmi? Əgər burada partnyor sizin istəklərinizi görmürsə və bunu etmirsə, bunun ilk öncə ən əsas səbəbi partnyorunuz deyil, əzizlər. Çox təəssüflər olsun ki, bu siz özünüzsünüz. Deməli, siz bugünə qədər istəklərinizi göstərməyi bilməmişsiniz. Buna görə də partnyorunuz bu cür başlayır davranmağa. Münasibət yeni başlayanda siz münasibəti necə qurursunuzsa, münasibət daha sonra elə davam edir. Daha sonra siz yenidən münasibəti sxemləşdirməlisiniz ki, partnyorunuz da ona doğru hərəkətlər etsin. Əsasən də bəylər. Çünki çox zaman bəyləri biz özümüz proqramlayırıq. Buradan mən çata da girim, sualları rahat bir şəkildə oxuya bilim deyə bir dəqiqə sual çatı açım sizin üçün. Əla. Deməli, biz ilk öncə baxırıq. Bayaq da dediyim kimi, münasibətdə qarşı tərəf mənim istəklərimi görürmü? Əgər görmürsə, deməli, biz özümüzü ignor edirik. Deməli, biz özümüzü görmürük və bunun üçün ilk öncə hansı addımlar atmalıyıq ki, biz artıq bundan sonraki münasibətimizdə görünə bilək. Əlbəttə ki, öz istəklərimizi bundan sonra nəzərə alarıq. Amma əgər biz rədd edilməkdən qorxuruqsa, ki, mən birdən nəsə edərəm, partnyorum məni rədd edər və yaxud da ki, etməyə bilər, yəni ki, mənim istəyimi etməyə bilər. Ona görə də ən yaxşısı mən istəməyim. Ən yaxşısı mən ağıllı qız olum. Ən yaxşısı mən yaxşı qız olum. Niyə? Çünki uşaqlıqda davamlı şəkildə bu cür sxemləri qurmuşuq valideynlərimizlə. Valideynlərimiz bizi daha çox sevsin, bizi rədd etməsinlər deyə, bizi ignor etməsinlər deyə biz ağıllı qız rolunu oynamağa başlamışıq. Və böyüdükdən sonra da münasibətdə də elə düşünürük ki, əgər mən uşaqlıqda valideynimlə necə hərəkət edib davranıb onun sevgisini qazanmışamsa, böyüdükdə də partnyorumla o cür davransa, mən sevgi qazanacağım. Amma bir şey unuduruq ki, bizim hal-hazırda etdiyimiz sxemlər bizə sevgi qazandırmır. Əksinə, bizə özümüzü itirir. Biz özümüzdən uzaqlaşırıq, məqsədlərimizdən, istəklərimizdən uzaqlaşırıq. Bütün suallarınıza sonunda cavablandıracağım. İkinci əsas məsələ rədd edilməkdən sonra tərk edilmək qorxusudur. Bu arada leydi xanımlar heç vaxt rədd edilməkdən qorxmurlar. Çünki onlar özlərinə qarşı o qədər sevgi doludular, o qədər dəyər doludular ki, onlar hər zaman özlərini seçdikləri üçün qarşı tərəfin onları rədd etməsi, onları istəməməsi onlar üçün o qədər də böyük problem olmur. Onlar bilirlər ki, mən xüsusiyəm, mən dəyərliyəm. Əgər o məni rədd edirsə, o mənim istəklərimi görmürsə, deməli o mənə uyğun insan deyil.
Deməli, mən başqa insanlara yönəlməliyəm. Dünyada o qədər kişilər var ki, sizi sevib sizə dəyər göstərəcək. Amma biz sırf rədd edilməkdən qorxmayaq deyə bir insanı seçirik, sırf tərk edilməkdən qorxmayaq deyə daha da əsasən də münasibətə başladıqdan sonra bu duyğu daha da çoxalır. Əgər biz bir müddət bərabəriksə, tərk edilmək duyğusu daha da çox tətiklənir. Bu da nədən asılıdır? Uşaqlıqda əgər valideynlərimizi itirməkdən qorxmuşuqsa, onların bizi tərk etməsindən, qoyub getməsindən qorxmuşuqsa, bu duyğu bizdə aşırı olubsa, ki, hər kəsdə dərəcəsi var, siz böyüdükdən sonra münasibətdə də tərk edilmək üçün rollar oynuyorsunuz. Bu rola keçirsiniz, gəh kişi rolunda olursunuz, gəh başqa rolda olursunuz, ana roluna keçirsiniz, bəzən özünüzə xəyanət edirsiniz, bəzən nələrsə dözürsünüz, sırf tərk edilməyim deyə. Və bu şəkildə də özünüzdən uzaqlaşırsınız. Bu şəkildə siz yalnız qurban rolunda bir xanım olursunuz. Lady rolunda bir xanım olmursunuz. Ladylər bayaq da dediyim kimi necədir? Nə istədiklərini bilirlər, tərk edilməkdən qorxmurlar. Onlar üçün ən xüsusi özləridir. Nəyə görə? Çünki öz sevgiləri özlərinə yetir. Amma hansı xanımlar ki, tərk edilməkdən qorxur, onların daxillərində onlara yetəcək qədər sevgi olmadığı üçün, onlar davamlı şəkildə çalışırlar ki, yanlarında kimisə tutsunlar ki, sırf onlara sevgi göstərsin, o boşluğu doldursun. Mən bircə tək qalmayayım, tək qalsam, özüm həmin o boşluğu doldura bilməyəcəm. Və həmin o boşluğu doldura bilməsəm, mən məhv ola bilərəm, mən ölə bilərəm. Ona görə də tərk edilməmək üçün özlərindən keçirlər. Baxın, şüuraltı necə də oyun oynayır, necə də yanlış sxemlərdən istifadə edir. Hansı ki, biz münasibət qurmaq istəyirik, daha gözəl bir ailə həyatı yaşamaq istəyirik, daha yaxşı enerji dolu bir münasibət istəyirik, həyatımıza rəngarənglik qatılsın istəyirik. Amma şüuraltı bunları istəmir. Şüuraltı üçün tək bir şey var, özümü təhlükəsiz, güvəndə hiss edim. Onun üçün isə təhlükəsiz və güvəndə hiss etmək necədir, nə deməkdir? Sadəcə olaraq mən uşaqlıqda yaşadığım sxemlərlə davam edim, bu mənim üçün təhlükəsizdir. Əgər uşaqlıqda siz hal-hazırda arzuladığınız kimi bir münasibət sxemi görməmisinizsə, xoşbəxt, həzz dolu, rahat, təşvişsiz və sevinç dolu, böyüdükdən sonra da şüuraltı belə bir sxem istəmir. Onun üçün təhlükəli olur. Onun üçün necə daha rahatdır? Təşvişli, çünki uşaqlıqdan bu cür görüb. Onun üçün necə sxemlər daha rahatdır? Görüb ki, ana özünü daima qurban verib, fədakar edibdir, nələrəsə dözübdür. Deməli, bu daha yaxşısıdır deyir və bu cürdə həyatına davam edir. Amma əsas məsələ bugün siz həmin bu sxemlərlə öz həyatınıza davam etmək istəyirsinizmi? Həyatınızın ən gözəl, ən əsas sferalarından olan münasibət sferasında, münasibətinizdə belə bir duyğular yaşamaq istəyirsinizmi? Yoxsa siz həqiqətən də münasibətinizdə nə yaşamaq istəyirsiniz? Gəlin, ilk öncə bunu aydınlaşdıraq. Münasibətimizdə yaşamaq istədiyimiz duyğular bizə yön verir ki, biz hara getməliyik və hansı addımları atmalıyıq. Bizim ən çox əziyyət çəkdiyimiz, mənim də əvvəl daha çox münasibətlərdə əziyyət çəkdiyim duyğulardan biri günahkarlıq duyğusu olubdu. Çünki biz bəli, daha yüksək duyğular yaşamaq istəyirik münasibətimizdə. Amma əgər bizim daxilimizdə günahkarlıq duyğusu varsa ki, mən gözəl münasibət yaşasam, ana-atama xəyanət etmiş olaram. Niyə? Çünki anam gözəl bir münasibət yaşaya bilmədi. İstədiyi həyatı yaşaya bilmədi. Biz özümüzdə bu cür fikirləşirik və buna görə də əgər biz xoşbəxt bir münasibət yaşasaq, özümüzü günahkar hiss edirik. Özümüzü bu xoşbəxt bir münasibətə layiq görmürük. Şüuraltı bu şəkildə işləyir. Və buna görə də heç vaxt icazə vermir ki, siz özünüzü günahkar hiss edəsiniz. Günahkar hiss etməyəsiniz deyə də istədiyiniz münasibət sxemlərini həyatınızda qura bilmirsiniz. Və sırf davamlı şəkildə, əgər münasibətinizdə özünüzü günahkar hiss edirsinizsə, partnyorunuz da davamlı şəkildə bunu sizə yansıdırsa, münasibət zamanı bütün hər bir şey sizin günahınızmış kimi algılanırsa, davamlı şəkildə münasibətdə davranış şəkillərinizə görə özünüzü günahkar hiss edirsinizsə, nəsə bir qarmaşıqlıq olanda, konflikt olanda, qarşı tərəf günahı sizdə görürsə, deməli sizdə günah duyğusu çox-çox dərindir. Və həmin bu günah duyğusuna görə siz
daha yüksək səviyyələrə keçə bilmirsiniz. Daha yaxşı gəlir əldə edə bilmirsiniz. Münasibətinizdə daha gözəl duyğular yaşaya bilmirsiniz. Ümumiyyətlə siz deyə bir şey yoxdur. Və sırf siz həyatınızı başqalarının düşüncələrinə görə, başqalarının istəklərinə görə yaşayırsınız. Və siz hal-hazırda belə bir həyat yaşamaq istəyirsinizmi? Günahkar dolu. Ümumiyyətlə, kimlər münasibətdə olarkən davamlı özünü günahkar hiss edir? Günahkar durumlarına düşür. Biz günahkar duyğusunun üzərində klubumuzda işləyəcəyik daha dərindən. Amma onu deyim ki, münasibətdə nə qədər ki özünüzü günahkar hiss edirsiniz, istədiyiniz həmin o nəticəni əldə edə bilməyəcəksiniz. İstədiyiniz o həmin dəyəri, sevgini ala bilməyəcəksiniz. Çünki o sevgini almaq istəsəniz də, özünüzü sevgini aldıqda daima günahkar hiss edəcəksiniz. O, bəzi xanımlardan bəlkə də eşitmişsiniz. Mən davamlı şəkildə müştərilərimdən bunu eşidirəm ki, mənə deyirlər ki, mən biraz çox seviləndə özümü qəribə hiss edirəm, narahat hiss edirəm. Sonra özümü bir boşluqda tapıram. Nəsə baş verir sanki, mən anlaya bilmirəm nə olur. Bunun əsas səbəbi günahkarlıq duyğusudur. Siz özünüzü günahkar hiss edirsiniz deyə daxildə həmin o xoş hissləri də yaşamağa özünüzə icazə vermirsiniz. İcazə vermədiyiniz anda da onsuz da 1-2 dəqiqəlik olur həmin o və siz sonra nəsə baş verir, konflikt yaranır, nəsə baş verir, uzaqlaşma olur. Həmin o hiss sizdə çox qalmır. Çünki hissi tamamilə siz bədəninizə hopdurmalısınız. Sizdə hal-hazırda bədəninizdə hansı duyğular var? Təşvişdir, narahatçılıqdır, aqressiyadır, stressdir və yaxud da ki, daha çox qurban roludur, yazıqlıq duyğusudur. Bu duyğuların hər birisinin üzərində işləməlisiniz ki, siz bu duyğulardan çıxıb, əsas duyğuları, hansı ki, sevgidir, dəyərdir, hörmətdir, bu duyğuları siz özünüzə hopdurasınız. İkinci əsas məsələmiz, bayaq da ən başda Instagram səhifəmizdə də vurğuladığımız kimi nə istədiyinizi bilməkdir. Münasibətdə nə istədiyinizi bilirsinizmi? Əgər münasibətdə nə istədiyinizi bilmirsinizsə, hara çatmayacağınızı bilmirsinizsə, ümumiyyətlə bu münasibətdən nə gözləyirsiniz bilmirsinizsə, münasibət sizə daha çox zərər verməyə başlayır. Çünki sizin bəlli bir enerjiniz var, enerji deponuz var, düşünün. Və siz bu enerji deponuzu elə düzgün şəkildə seçməlisiniz, ayırmalısınız ki, bu sizin həm biznes, işiniz tərəfə yönəlsin, siz yaxşı gəlir əldə edə biləsiniz. Həm münasibətlər tərəfə yönəlsin, həm sağlamlıq tərəfə yönəlsin, həm digər hobilər tərəfə, həm özünün inkişaf tərəfə. Amma əgər siz bu enerjini heç nə bilmədiyiniz üçün, münasibətdə nə istədiyinizi bilmədiyiniz üçün əsasən daha çox münasibətə xərclədikdə, siz həyatınızın digər sferalarından enerjiləri alırsınız. Ona görə də həyatınızda hal-hazırda heç bir şey istədiyiniz kimi deyil. Nə biznesiniz, işiniz istədiyiniz kimi deyil. Bəlkə də çoxlarınız hal-hazırda heç işləmirsiniz, o tərəfə enerji ayıra bilmirsiniz. Rəfiqələrinizlə olan ünsiyyətiniz, dostlarınızla olan ünsiyyətiniz düzgün şəkildə deyil. Münasibətiniz ümumiyyətlə bərbad vəziyyətdədir. Digər tərəfdən sağlamlıq vəziyyətiniz yaxşı deyil. Çünki enerjini düzgün ayıra bilmirsiniz. Niyə? Çünki münasibətdə nə istədiyinizi bilmirsiniz. Burada bir xanım sual verib, bu suala cavab verim. Qarşıma kişilər yox, oğlan uşaqları çıxır. Haranı düzəltməliyəm? Oğlan uşaqları dedikdə neçə yaş nəzərdə tutulur və sizin yaşınız nə qədərdir? Əgər biz kişiləri iki tipə ayırırıqsa, əsasən də kişilər və yaxud da ki, oğlan uşaqları, deməli, burada bizim baxış bucağımızda nələrsə var. Əgər bizə oğlan uşağıymış kimi davranan insanlar qarşımıza çıxırsa, deməli, biz hələ də kişilərlə bağlı beynimizdə bəzi düşüncələr var. Hansı düşüncələr ki, onlar o qədər də güclü tərəf deyirlər, onlar zəif tərəfdilər və sırf da mənim qarşıma zəif insanlar çıxır. Kişilər haqqında ümumiyyətlə nə düşünürsünüz? O düşüncələrə diqqət yetirsəniz, baxacaqsınız ki, nəyə görə sizin qarşınıza elə insanlar çıxır. Münasibətdə həqiqətən biz real sevgimi yaşayırıq, yoxsa aslı vəziyyətdəyikmi? Gəlin biraz buna baxaq. Çünki insanlar hər zaman bu iki mövzunu qaçırır. Mən həqiqətən qarşı tərəfi sevirəmmi? Qarşı tərəf həqiqətən
məni sevirmi, yoxsa mən qarşı tərəfdən asılı vəziyyətdəyəmmi? Və yaxud da ki, qarşı tərəf məndən asılı vəziyyətdədirmi? Bu haqda bizim podkastımızda olacaqdı, amma istəyirəm ki, qısaca burada analiz edək ki, biz münasibətdə qarşı tərəfdən asılı olduğumuzu necə bilə bilərik? Əgər asılıyıqsa, bu əlbəttə ki, bizim bütün həyatımıza təsir edir və bu doğru münasibət sxemi deyil. Siz bu şəkildə xoşbəxt münasibət yaşaya bilmirsiniz. Siz bu şəkildə davamlı sanki düşünün ki, nədənsə aslısınız. O olmasa, o getsə, o sizin həyatınızda olmasa, sizin həyatınız məhv ola bilər. Siz özünüzü itirə bilərsiniz. Çünki həyatınızın əsas dayaq nöqtəsi özünüzü deyil, başqa biri seçmişsiniz. Bu sizə baş ağrıları gətirir, bu sizə panik atak yarada bilər. Çoxlarınızda bilmirəm varmı, yoxdurmu, amma bir neçə müştərimdən eşitmişəm. Panik atak gətirə bilər, o olmayanda yaşaya bilmirəm duyğusu, o ümumiyyətlə 5 dəqiqə onunla belə danışa bilməsəm özümü rahat hiss etmirəm, mütləq həmişə yanımda olmalıdır, mənimlə olmalıdır, mənim ondan başqa bir həyatım yoxdur, öz istəklərim, öz hobilərim, öz işim, öz maraq dairəm yoxdur, yalnız o, deməli siz asılı vəziyyətdəsiniz. Və əgər asılı vəziyyətdəsinizsə, bu sizin sağlamlığınıza da təsir edir, münasibətinizə də təsir edir, öz istəklərinizə də təsir edir. Çünki siz qarşı tərəfdən nəsə almaq istəyirsiniz, əldə edə bilmirsiniz. Düşünürsünüz ki, mən ondan asılı vəziyyətdəyəm, şuur düşünür ki, mən ondan asılı vəziyyətdəyəm. O məni rədd etsə, mən birdən tək qalaram və mənim əsas dayaq nöqtəm gedər. Əsas dayaq nöqtəm getsə, mən məhv olaram. Başa düşürsünüz? Aha. İndi mənə deyin görüm. Bəlkə burada açıq sessiya edək davamını. Mən istəyirəm ki, bugün xanımlarımız var. Xanımlarımızı danışdıraq. Sual da var, onu da oxuyum. Salam, mənim qabağıma bəzən elə oğlanlar çıxır ki, özünü dartır, egolu olur. Əgər bizim qarşımıza egolu insanlar çıxırsa, deməli bizim də özümüzün egolu tərəflərimizi bastırırıq. Bunu balanslamaq lazımdır. Bu bizim kölgə tərəfimizdir. Bunun üzərində işləsək bizim qarşımıza elə insanlar çıxmayacaq. Amma biz bəzən qarışdırırıq. Əgər qarşı tərəf egoludursa, nə istədiyini bilirsə və yaxud da ki, özündən razıdırsa, deməli biz də bu şeyləri özümüzə yükləməliyik. Bu şeyləri bastırırıq və gizləyirik. Niyə? Niyə bu tərəfləri gizləyirsiniz? Əslində qarşı tərəf hər zaman bizə gözəl nümunədir. Bizdə olmayan şeyləri bizə göstərirlər və biz onlardan cəsarət alıb onlar kimi ola bilərik. Məsələn, çox vaxt xanımlar yazırlar ki, mənim heç vaxt həyat yoldaşım mənə hörmət etmir, mənim sərhədlərimə hörmət etmir. Amma öz sərhədlərini o qədər yaxşı bilir ki, öz sərhədlərinə o qədər yaxşı hörmət edir ki, heç vaxt icazə verməz ki, mən onun sərhədlərini pozum. Deməli, siz öz sərhədlərinizin üzərində çox dərindən işləməlisiniz və bunu qarşı tərəfdən görməlisiniz ki, qarşı tərəf bunu necə də gözəl şəkildir. O rədd edilməkdən, tərk edilməkdən qorxmur. Əgər o qorxmursa, o sizi itirməkdən qorxmursa, öz sərhəddini rahat bir şəkildə deyə bilirsə, siz niyə də bunu gizləyəsiniz? Siz niyə də bunun üzərində işləməyəsiniz? Siz niyə də sərhədlərinizi qoymayasınız? Belə, burada əl işarəsi var. Siz kimlər mənlə açıq sessiya etmək istəyir, əlini qaldıra bilər, görüntünüz görünməyəcəkdir. Sadəcə mənə məqsədinizi deyəcəksiniz, münasibətdə nə istəyirsiniz. Biz sizinlə qısa, tam əlbəttə ki, seanslardakı kimi yox, çünki bu ödənişsiz hissədir. Qısa sessiya edəcək, mən sizə yönləndirmə edəcəm ki, münasibətinizdə bu məqsədiniz üçün hansı tərəfə baxmalısınız. Kimlər açıq sessiya istəyir? Əlini qaldırsın, mən səsi açacağım. Keçən dəfə istəyən xanımlarımız var idi. Xanım burada bildirir ki, əslində mən heç belə düşünməmişdim. Əksinə mən özümü bəyənmirəm. Əslində qarşı tərəf dediyim kimi sizə özünü bu şəkildə göstərir ki, siz bunun fərqində olasınız və özünüzə qarşı öz sevginiz artsın.
Ümumiyyətlə mən buradan sizə bir sual verim. Daxili avtoritet fiqurunuz sizdə varmı? Yəni nə qədər özünüzdən asılı vəziyyətdəsiz. Münasibətdən deyil, partnyorunuzdan deyil. Aranızda subaylar və evlilər varmı? Yazın mənə zəhmət olmasa rəylərdə. Aysun xanım açıq sessiya hazırda. Burada əl qaldırıb. Yaxşı Aysun xanım, indi mən sizinlə açıq sessiya edəcəm. Aysun xanım, səsinizi açacağım. Salam. Səsiniz açıqdır, sizi eşidirəm. Salam. Necəsiz? Yaxşıyam, siz necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Aysu xanım, mənə adınızı və məqsədinizi deyin, nə istəyirsiniz münasibət barədə? Deməli, mənim adım Aysudur, 26 yaşım var. Münasibətdən deməli, bu 2 gündür ki, bir dənə oğlanla danışırdım. Mən öz qaydalarımı dedim ki, mən belə istəyirəm. Misal üçün, mənim üçün maddiyyat önəmlidir, mənim şəxs sərhədlərimə hörmət eləməlisən, əl çatan olmalısan və s. və axır. O da dedi ki, hə, okey, razılaşdı. Amma bu razılaşsa da hərəkətləri, necə izah oğlan uşağı kimi gəlirdi. Yəni, əsl belə kişi kimi, dastoynu gəlmirdi mənə. Sonra baxın, mən özüm heç vaxt heç kimdən heç nə istəməmişəm maddi cəhətdən. Pis baxmıram, amma mənə o qədər də xoş deyil kimdənsə nəsə istəmək. Sonra özü dedi ki, okey, kartıma pul ataram, falan şeyi eləyərsən. Sizin də olduğunuz bir səsim gəlir. Bəli. Aha. Mən də kartıma attım, dedim buyur. Əslində həqiqətən özüm hər şeyi özümə eləyə bilirəm ha. Prosto həmişə eşidirəm ki, bir kişinin sizə ciddi yanaşıb yanaşmadığını bilmək üçün, yəni sənlə məzələnirmi, yoxsa həqiqətən sənlə münasibəti davam etdirmək istəyir. Pul istəyin, görün atırmı. Bu da pulu atmadım. Mən dedim ki, okey, bəs mən vaxtımı niyə buna xərcləyirəm? Məsəl üçün həmişə qarşıma, həmişə yox da, çox vaxt qarşıma bu cür kişilər çıxır. Belə böyük danışır, mən, sonra da heç nə yoxdur ortada. Aysun xanım, sizin üçün ümumiyyətlə dastoyno kişilər necə bir kişidir? Dastoyno, yəni sözünün üstündə duran və yaxud da verməyəcəyi, eləyə bilməyəcəyi hərəkətin sözünü verməyən. Mənim üçün bu çox önəmlidir. Yəni, okey, mən bunu eləyə bilməyəcəm. Desin, mən razıyam. Amma nəinki belə şişirdə özü haqqında böyük danışsın, sonra da ortada heç nə yoxdur. Aha, onda sizə birinci belə bir sual verim. İlk öncə əsas sualdan başlayaq. Sizin hansı valideyniniz sözlərini tuta bilməyib, sizə qarşı söz verib etməyib, belə deyim də, məsuliyyətsiz davranıb? Mamam. Aha, ananız. Deməli, siz partnyorunuza anoreksiya edirsiniz davamlı. Qarşınıza çıxan bəylər də sizə onu göstərir. Əslində ananızda bu xasiyyəti, bu tərəfi qəbul etmədiyiniz üçün bunu proyeksiya edirsiniz partnyorlarınıza, qarşınıza çıxan bəylərə və qarşınıza çıxan insanlar da sizə bu cür davranır. Siz oğlan uşaqları istəmirəm dediniz. Əslində isə şuuraltı belə deyir ki, mən anamı qız uşağı kimi görürəm. Yəni, belə qadın kimi görmürəm də, qız uşağıdır, elə belə olub həmişə mənim gözümdə, verdiyi sözü heç vaxt tutmuyubdu, belə olmuyub, möhkəm olmuyubdu, bu məni çox qıcıqlandırıb. İndi də münasibətdə həmin sxemləri keçirirsiniz partnyorlarınızla olan münasibətdə. İndi mən deyim səsli şəkildə, siz təkrar edin, baxaq bədənimiz nə reaksiya verəcək. Əziz ana. Necə durmağım lazımdır? Necə? Necəsə durmağım lazımdır, oturmaq, ayaq üstə durmaq. Yo, narahat olmuyor, sadəcə təkrar edin. Əziz ana. Əziz ana. Sən davamlı mənə verdiyin sözləri tutmamısan. Mənə verdiyin sözləri tutmamısan. Və davamlı qız uşağı kimi davranmısan mənə qarşı. Qız uşağı kimi davranmısan mənə qarşı. İndi də mənim qarşıma sənin kimi partnyorlar çıxır. Sənin kimi partnyorlar çıxır.
Əslində isə Əslində isə mən də mən də özümə qarşı verdiyim bəzi sözlər var ki, o sözləri tuta bilmirəm. özümə qarşı verdiyim bəzi sözlər var ki, onları tuta bilmirəm. Həmçindəki partnyorunuz sizə ayna alır. İndi deyin görüm, siz hansı sözlər var ki, onları istəyirsiniz, hansı şeylər var ki, amma özünüzə söz vermişsiniz, amma onları tutmursunuz. Özümə söz vermişəm, amma tutmuram. Öz Ayda həyatınızla çoxdur bağlı, deyə. istəklərinizlə, məqsədlərinizlə bağlı, məsələn, demirsiniz ki, düşünürsünüz ki, mənim belə bir məqsədim var, mən belə bir şey istəyirəm. Və yaxud da ki, mən sabah gedib belə bir şey etmək istəyirəm. Və yaxud da ki, mən istəyirəm gələcəkdə belə bir şey olsun. Amma buna qarşı heç bir addım atmırsınız. Daxilinizdəki uşağa söz verirsiniz, onu həyəcanlandırırsınız, həvəsləndirirsiniz, amma etmirsiniz. Siz deyirsiniz ki, daxilinizdəki uşağa söz verirsiniz, amma eləmirsiniz. Bu özümüzə verdiyimiz hər sözə aiddir. Məsəl üçün, mən sağlam qidalanmaq istəyirəm. Bu mənim içimdəki uşağa verdiyim sözdür. Bəli, siz bugün bir qərar verirsiniz ki, necə ki partnyorunuz qərar verdi, dedi ki, kartına pul atacağım da, elə dedi, mən yanlış xatırlamıramsa, amma etmədi. Siz də deyirsiniz ki, mən sabah məsələn başlayacağam, sağlam qidalanacağam, amma başlamırsınız və yaxud da ki, başlayırsınız, yarım qoyursunuz. Deməli, siz də özünüzə hal-hazırda verdiyiniz sözləri tuta bilmirsiniz. Başa düşdüm. Deməli, nə edirsiniz? Bugün oturursunuz, qeyd edirsiniz. Hansı tərəflərdə, hansı yanlarda özümə söz verirəm, amma onları etmirəm. Əgər edə bilmirəmsə, bacarmıramsa, bundan sonra çalışacağam ki, özümə daha kiçik sözlər verim, daha edə biləcəyim sözlər verim, yavaş-yavaş özümü öyrəşdirim prosesə doğru. Yoxsa əgər siz davamlı özünüzü aldadırsınızsa, əlbəttə ki, qarşınıza çıxan partnyorlar da davamlı şəkildə sizi aldadacaq. Çünki siz özünüz də hal-hazırda belə deyim də kiçik qız uşağı kimi davranırsınız. Siz necə ki deyirsiniz, o qarşıma oğlan uşaqlar, siz özünüz də kiçik qız uşağı kimi davranırsınız. Ona görə də əsas bu məsələyə baxmalısınız. Əgər siz bu məsələyə baxsanız, bundan sonra qarşınıza çıxan bəylər də görür ki, siz əslində özünüzə qarşı verdiyiniz sözləri yerinə yetirirsiniz. Bu enerjini qarşı tərəfə yayacaqsınız. Çox gözəl bir şey. Yaydığınız üçün də qarşı tərəfdə sizə qarşı məsuliyyətli olacaq. Fərq yoxdur, siz ondan nə qədər pul istəyirsiniz. Verə bilmirsə, konkret şəkildə deyəcək ki, verə bilirəm və yaxud da ki, verə bilmirəm. Yəni sizi gözlətməyəcək, sizi aldatmayacaq, söz verib geri çəkilməyəcəkdir. Necə ki, siz özünüzə qarşı dürüstsünüz, qarşı tərəfdə sizə qarşı elə dürüst olacaq. Amma ilk öncə siz bu enerjini yaymalısınız. Yaymadığınız bir şeyi ala bilməyəcəksiniz. Çox sağ olun. Vaxtınızı halal eləyin. Siz də çox sağ olun. Çox xoş oldu. Mənim üçün də gözəl bir mövzu oldu. Mənim üçün də çox xoş oldu. Başqa kimlər istəyir? Mən ona qədər suallar oxuyum. Burada güllü çiçəklərimiz var. Açacağım. Adını deyər, zəhmət olmasa. Ondan sonra başlayarıq. Salam. Səsinizi açmışam. Səsinizi açmışam. Səsiniz gəlmir. Bir daha yoxlayaq. Deməli, burada çiçək şəklində bir xanımımız var. Konuşmaya izin ver. Səsinizi açdım. Salam, səsim gəlir. Bəli. Necəsiz? Axşamınız necəsiz? Adım Sueldir. Çox şad oldum. Aha, tanıyıram sizi. Soyel xanım, zəhmət olmasa mənə məqsədinizi deyin. Nə istəyirsiniz münasibətlərdən? Münasibətlərdə istəyirəm ki, mənə çoxlu hədiyyələr gəlsin və özümü güvəndə hiss edeyim. Və istəmirəm ki, yəni
düşünmək istəmirəm ki, mən əgər qarşı tərəfi çox sevsəm, o məni tərk eləyər, yəni gedər və yaxud da məni aşağı görər. Yəni dırnaq arasında cebində olaram da belə şeylər hiss eləmədən azadca sevmək istəyirəm. Münasibətdə özünüz kimi olmaq istəyirsiniz, rahat olmaq istəyirsiniz, tərk Bəli, edilmək qorxusu sizdə olmasın istəyirsiniz. Onda gəlin bəli. baxaq görək. Münasibətdə nə zaman özünüzü güvəndə hiss etmirsiniz? Bu sualı heç düşünməmişəm. Yəni məncə məsələn Güvən nədir sizin üçün? Qarşı tərəf nə etsə siz tam özünüzü güvəndə, rahatda, həzz dolu, zövq dolu, belə də komfortlu, münasibəti kontrol etmə ehtiyacı duymayacaqsınız. Sizin üçün hər bir şey rahat olacaq. Sadəcə münasibətinizə, partnyorunuza fokuslanacaqsınız. düşünürəm ki, qarşı tərəf biraz daha məsələn qərarlar verə bilsə, yəni düzdür, bu əslində düzgün bir şey deyil deyə düşünürəm. Mənim yerimə də qərarlar falan verməsə, amma istəmirəm ki, məsələn, çox fikirləşim ki, nə bilim, atıram məsələn, hara gedəcəyik, necə olacaq, belə şeylər düşünmək istəmirəm də. Yəni bütün hisslərimi azad demək istəyirəm ki, məsələn, mən bunu istəyirəm, bura getmək istəyirəm. İstəmirəm narahatçılığım qalsın ki, məsələn, birdən pulu çatmaz falan belə şeylər olanda güvənli hiss eləmirəm və atıram sən bir aktivitəyə gediriksə, onu eləyiriksə, məsələn, əgər mən düşünürəmsə ki, birdən onun pulu çatmaz falan, onda da o anda qala bilmirəm də, narahatçılığım olur. Deməli, hal-hazırda burada partnyora qarşı proses partnyora qarşı deyil, bizim daxilimizdə olan duyğulara qarşıdır. Siz hal-hazırda rədd edilməkdən çox qorxursunuz, tərk edilməkdən çox qorxursunuz. Ona görə də elə bir münasibət axtarırsınız ki, bir münasibətə girəsiniz və bir daha o münasibətdə bu duyğuları yaşamayasınız. Çünki uşaqlıqda həddindən artıq çox rədd edilibsiniz. Elədir? Bəli, düşünürəm ki, bu da atamla bağlıdır ən çox. Atanız sizi davamlı rədd etdiyi üçün indi özünüzə elə bir münasibət axtarırsınız ki, tamamilə komfort olsun. Yəni rədd ediləcəyiniz bir situasiyaya düşüb həmin duyğunu yaşamayasınız. Amma bu cür istəməyinizə baxmayaraq, kimi seçirsinizsə seçin, münasibətə girdiyiniz zaman bu duyğu sizdə olduğu üçün, bu duyğunu həll etmədiyiniz üçün, bu duyğunu buraxmadığınız üçün münasibətlərdə davamlı şəkildə rədd ediləcəksiniz. Nə vaxta qədər ki, o zaman başa düşəcəksiniz ki, münasibətdə əsas güvən hissini yaratmalı olan insan sizsiniz. Bəli, siz istəyirsiniz ki, güvən dolu bir münasibətdə olasınız. Amma ki, özünüz özünüzə bugün nə qədər güvənirsiniz, nə qədər özünüzdən tam əminsiniz ki, mən hansı duyğu ilə qarşılaşsam belə, münasibətdə hansı hadisə ilə qarşılaşsam belə, mən özümə güvənirəm, mən bunu həll edə bilərəm və yaxud da ki, bununla üzləşə bilərəm. Məsələn, mən düşünürəm ki, çox belə pis hisslər yaşasam belə, qarşı tərəfin elədiyi səhvlə bağlı falan, onu ona bildirmədən, qürurumu da məsələn onun qarşısına incitmədən, onun qarşısına atmadan daha doğrusu, yəni hər bilərəm də. Məsələn, mənə qarşı bir səhv olsa, mənə həqiqətən çətindir sərhəd qoymaq, onu bildirmək ki, bu şey mənim xoşuma gəlmir. Çətin olsa belə, o sərhədi nə tərsə qoyuram, amma yenə də o narahatçılıqları falan hiss edirəm də. Məsələn, atıram xəyanət falan olsa onu qəbul eləmərəm, qəti şəkildə əlaqəni kəsərəm. Xoşuma gəlməyən bir şey olsa, yəni onda da əlaqəni kəsərəm. Ağlım onda qalsa belə. Onda səsli şəkildə təkrar edin Soyil xanım. Əziz ata, Əziz ata, mən səninlə uşaqlıqdan bəri münasibətdə özümü güvəndə hiss etməmişəm. O güvəni, o rahatlığı sən mənə heç vaxt verməmisən. İndi ona görə də elə bir münasibət axtarıram. Həmin münasibətdə özümü güvəndə hiss edim. Səndə ala bilmədiyim duyğunu həmin partnyordan alım.
səndə ala bilmədiyim duyğunu həmin partnyordan alım. Nə hiss etdiniz? Düşünürəm ki, yəni belə qəribə hiss elədim, tam ad verə bilmirəm. Deməli, hal-hazırda sizdə güvən boşluğu var və siz çalışırsınız ki, münasibətə bu cür girəsiniz. Tam rahat o güvəni qazanasınız, o güvən sizdə həmişə olsun, o boşluğu doldurasınız. Bu şəkildə siz həmin münasibətə girdikdə belə, yenə də dediyim kimi, həmin o boşluq da olmayacaqdır. Ona görə bugündən siz başlayıb özünüzə güvənlə bağlı bəzi addımlar atmalısınız, o boşluğu özünüz doldurmalısınız. Hal-hazırda həyatınızın özünə hansı olan güvənlə sferlərində bağlı. güvənmədiyiniz nələrsə var, tam əmin deyilsiniz. Məsələn, ən rahat bir şəkildə deyim, maddi tərəfdən özünüzə güvənirsinizmi hal-hazırda ki, nə olsa da mən özüm daima şəkildə özümü maddi tərəfdən saxlaya biləcək bir vəziyyətdəyim və yaxud da ki, hal-hazırda bunun üçün hansı addımlar atırsınızmı bu güvəni özünüzdə yaratmaq üçün? Hal-hazırda əslində atmıram. Amma düşünürəm ki, yəni ən çətin iş belə olsa o işi eləyərəm ki, özümü təmin edeyim. Yəni bunu bacara biləcəyimi düşünürəm. Amma hal-hazırda məsələn işləmirəm, sadəcə oxuyuram. Deməli, bugündən başlayıb kiçik-kiçik formada bu güvəni özünüzdə formalaşdırmalısınız. Və yaxud da ki, sağlamlıq mövzusunda özünüzə nə qədər güvənirsiniz, öz sağlamlığınıza qeydinə qaldığınız haqqında və yaxud da ki, münasibətlərdə özünüzə nə qədər güvənib əminsiniz. Bayaq dediniz ki, məsələn, qarşı tərəfimdə xəyanət etsə, mən heç vaxt bunu qəbul etmərəm. Amma sanki belə bir şeylə əvvəl qarşılaşmısınız. Bəli. Bunun nə qədər güvənini özünüzə verə bilirsiniz? Bu var. Bu məsələlərin üzərində işləsəniz, güvən boşluğunu siz özünüzdə doldursanız, qarşı tərəfdən güvən gözləmədiyiniz üçün, qarşı tərəfdən də münasibətə başladıqda, o özünü, belə deyim də, sıxılmış hiss etməyəcəkdir. O da özü daha rahat formada o güvəni sizə verəcəkdir. Aydındır, çox sağ olun. Siz də çox sağ olun. Deməli, əzizlər, gördüyünüz kimi münasibətlərdə hər bir şey bizdən asılıdır. Hər bir şey bizim uşaqlıqda yaşadığımız duyğulardan asılıdır. Biz hansı duyğularla yüklənmişiksə, böyüdükdən sonra o duyğularla da davam edirik, o boşluqları doldurmağa çalışırıq. Ona görə istədiyimiz ümumiyyət alınmır, münasibətdə istədiyimiz duyğular yaşaya bilmirik. Amma bu vacibdirmi? Əlbəttə ki, çox vacibdir. Çünki münasibət bizim bütün həyat sferamızı rəngarəng edən, gözəlləşdirən, bizə ən yüksək duyğuları yaşadan bir sahəmizdir. O sahəyə mütləq diqqət etməliyik. O sahənin üzərində nə qədər işləsək, həyatımız o qədər çox rəngarəng olacaq və digər işlərimizə də yansıyacaqdır. Biznesimizə, sağlamlıq mövzularına, həyatımıza, hobilərimizə, hər bir şeyə. Bizim artıq demək olar ki, bir saata yaxınlaşırıq, ona görə canlı yayımımız sonlanır. Suallarınızı yenə də aşağıda qeyd edərsiniz. Bundan sonra podkastlar göndərəcəm. Bizim çox gözəl analizlərimiz gələcəkdir. Onların da hər birisini üzərində işləyə bilərsiniz. Özünüzü davamlı şəkildə analiz edə bilərsiniz. Mən baxım görüm sual varmı? Bütün bu mövzular isə hansı ki günahkarlıq duyğusudur, rədd edilməkdir, güvən problemidir, sevgi dəyər problemidir. Bizim fevralın 5-də çox gözəl, möhtəşəm Gözəllik Şəhzadəsi klubumuz başlayır. Klubda sizin üçün çox möhtəşəm bir proqram hazırlamışam. Biz hər gün öz münasibətimiz haqqında orada işləyəcək. Sizin üçün xüsusi tapşırıqlar olacaq. Mənim burada hal-hazırda sizinlə etdiyim açıq sessiya çox qısa idi. Sadəcə baxın, mən sizinlə demək olar ki, hər birinizlə 5-10 dəqiqə danışdım, 2 xanımla. Amma birbaşa mən hərəkət planı verdim, yönləndirmə etdim və əsas kök səbəbi tapdıq. Bu qədər sadə idi bir məsələni həll etməyimiz. Bir ay ərzində isə daha geniş formada, daha gözəl formada işləyəcək. Ona görə də çalışın mütləq qeydiyyatdan keçin. 5 fevralda biz başlayırıq. Hər gün bizim tapşırıqlarımız ən əsası xüsusi çatımız olacaqdır. Bizim orada webinarlarımız da olacaq. Açıq sessiyada hədiyyə edəcəm. Böyük geniş bir açıq sessiya ki, siz orada münasibətiniz haqqında daha dərindən işləyə biləcəksiniz. Belə, çox sağ olun qoşulduğunuz üçün. Minnətdaram. Canlı yayımlarımız tez-tez olacaqdır. Çalışın, canlı qoşulun ki, suallarınızı rahat verəsiniz. Ən əsasda sessiyaları hədiyyə qazana bilərsiniz. Hələlik gecəniz xeyirə qalsın.